7-ci hədis. Əbdülmömin Ənsari deyir: İmam Musa İbni Cəfər əleyhissalamın yanına getdim. Məhəmməd İbni Abdullah Cəfəri də o həzrətin huzurunda idi. Ona baxıb təbəssüm etdim. İmam buyurdu: Onu çox istəyirsən? Ərz etdim: Bəli, onu sizin xatirinizə çox istəyirəm. Həzrət buyurdu: O sənin qardaşındır. Mömin, möminin qardaşıdır. Hərçənd ata-anadan ayrı olsalar da. Sonra buyurdu: Məlundur öz qardaşını müttəhim edən şəxs. Məlundur öz qardaşını aldadan şəxs. Məlundur öz qardaşına nəsihət verməyən şəxs. Məlundur öz qardaşının qeybətini edən şəxs.